Effektivlik yoxdur. Gömrük idarəsinin kamera görüntülərini çıxarıb sübut olaraq qarşınıza qoyurlar ki, bu sənin mallarında 45 Heç nə yox. 50 adlar. Mən nabrot göstərə bilərəm ki, 30 adda çıxan mal orada kamera altındadır. Mən nabrot göstərirəm ki, qardaş, bir dənə baxın o otaqlara kimlər girir çıxırlar. Nəticədə biz girib çıxa bilmirik. Bəs ona görə deyirəm ki, dekabr ayında jurnalistləri gətirdi, göstərdi ki, baxın, dövlət rəhbərləri baxın, bəs burada görürsünüz, mən burada necə açmışam. Aydındır da o. Başa düşürəm. Online görüntü. Mən mübarizəmi dayandırmayacağam. Mən mübarizəmi sona kimi aparacağam. Mən buradan, cənab prezident, şəxsən sizdən kömək istəyirəm və inanıram ki, köməyimiz olacaq. İnanıram ki, siz bunu görəcəksiniz. İnanıram ki, görəcəksiniz. İnanıram ki, ədalətli qərar olacaqdır. İnanıram ki, elə məmurlar, yəni o məmurlar ki, bu günləri, cənab prezident dediyi kimi, vətənə xəyanətdir. Bilirsiniz necə, vətənə xəyanət edirsən. Sən imkan vermirsənsə ki, əgər birinə imkan verirsən, digərinə, burada kitrəlik vardır. Yəni burada, bəli, ikili yanaşma var.